Təsəvvür eləyin ki, canlıda yorum yazır, rəy yazır, hədiyyə atır, canını tıklayır, hələ səsi eşitmir, qoyur qulağına səsi belə diqqətlə dinləyir. Kimi ictimai nəqliyyat vasitəsini, kimi də şəxsi avtomobilini idarə edərkən canlı yayım açır, hətta şərhlərə də cavab verir. Sosial şəbəkələrdə sürücülərin hərəkət zamanı canlı yayım açdığına dair görüntülər getdikcə artır. Bakıya. Olmaz da adam fikrini yayındırır. Şoferin fikri əgər maşında dörsə, yəni yolda dörsə, yəni çox şey ola bilər. Adam da çıxa bilər qabağına, qarşıdakı maşınlar da toxana bilər, nə bilim, harasa başqa bir yerə dəyə bilər. Avtomobil idarə eləyəndə ümumiyyətlə telefondan məşğul olmaq olmaz. Qəza olar, fikir yayınar, kimisə vura bilər, hansısa maşını vura bilər, kiməsə xəsarət yetirə bilər. Sürücü sükan arxasında ancaq yoluna nəzarət eləməlidir. Qəzanın hamısı ondan irəli gəlir də. Maşın sürən ərəfədə telefonla oynayanda hər bir şey ola bilər. Vəkil Emil Aslanov deyir ki, hərəkətdə olan nəqliyyat vasitəsində sükan arxasında telefonla danışmaq, yazışmaq və ya canlı yayım açmaq sürücünün özünün və digər hərəkət iştirakçılarının həyatını ciddi risk altına qoyur. Onun sözlərinə görə bu cür davranışlar qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanunvericiliklə nəzərdə tutulur ki, sürücü avtomobil idarə edərkən, yəni öndə olan təhlükəni dərhal qarşısını almaq bunun vəzifəsidir və əgər sürücünün də fikri telefonda TikTok açıbsa və hansısa canlı yayım açırsa, artıq bunun fikri yayına bilər və özünə təhlükə yaradır və digər sürücülər üçün təhlükə yaradır və hər hansı bir qəza səbəbi ilə qəza baş verə bilər. Əgər telefonu əlində saxlayırsa və ondan istifadə edirsə, bu halda bəli 50 manat cərimə İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuşdur. Və ya TikTok açarkən belə deyək ki, əlini sükandan çəkibsə, bu halda da əlini sükandan çəkməyin özü də 40 manat məbləğində cərimə İnzibati Xətalar Məcəlləsindən nəzərdə tutulmuşdur. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən də sürücülərə çağırış edilir. Avtomobil idarə edərkən sosial şəbəkələr üzərindən canlı yayım açaraq diqqəti yayındıra biləcək söhbətlərdə iştirak etmək yol hərəkəti təhlükəsizliyi baxımından qətiyyən yol verilməzdir. Baş Dövlət Yol Polisi İdarəsi adətən reytinq naminə atılan bu tip addımların yol hərəkəti iştirakçıları, xüsusilə uşaq və yeniyetmələr arasında yanlış anlaşıldığını, onlarda analoji qəbahətlərə yol vermək həvəsi yaratdığını xüsusilə qeyd edir və belə neqativ təzahürlərin sürücü intizamına, cəmiyyətdə yol hərəkəti mədəniyyətinin formalaşmasına mənfi təsir göstərdiyini nəzərə alaraq əhalini, xüsusilə tanınmış şəxsləri, blogerləri, aktiv sosial şəbəkə istifadəçilərini bu sahədə məsuliyyətli olmağa çağırırıq. Mütəxəssislər həmçinin sükan arxasında olan sürücülərə daha diqqətli olmağı, mobil telefondan istifadə etməməyi və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyi tövsiyə edirlər. Bildirilir ki, diqqətin bir neçə saniyəlik belə yoldan yayınması ağır yol nəqliyyat hadisələrinə səbəb ola bilər. Ali Rəsulzadə, Davud İbrahimov, Ayaz Süleyman, Soy xəbər ertəsi.